Növbəti köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb. Bu mərhələdə köçürülən 174 nəfərdən ibarət 53 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şəraitin yaradıldığı sakinlərin diqqətinə çatdırılıb. Suqovuşan kəndində avtomobil yolları, elektrik, rabitə, su xətləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin də binasında əsaslı təmir işləri aparılıb. Suqovuşan sakinləri onlara yaradılan şəraitdən razılıqlarını bildiriblər. 32 il sonra doğma yurda qayıdış sevinclərini bizimlə bölüşüblər. İstərim çox gözəl, çox yaxşı. Ürəyimiz açıldı. Allah prezidentimizin ürəyini açıq eləsin. Çox gözəl, Allah hamıdan razı olsun. Qızımla özüm gəlmişəm bura. 4 oğlum da Həsənizə gedəcəkdir. Allah bütün ordumuzu qorusun, dövlətimizi qorusun. Allah bu işləri də təşkil edənlərin hər birinə canlı sağ eləsin. Bu gündən belə elə bilirəm ki, xoş günlərimiz bu gündən belə başlayar. Çox həyəcanlıyam. Şəhidlərimizə də rəhmət diləyirəm. Əsas yaralı yerimiz oradır. Bir oradır. İndi elə şükür ki, qayıdanlarımız, hamımız qayıdırıq. Ayağımız böyün vətən torpağına addım qoymuşuq. Sağ olsunlar, çox sağ olsunlar. Şərait lap qəşəng. 30 ildir mən kitabxanacadın kolxozun idarəsində olmuşam. Üstümə damırdı. Çox sağ olun ki, bizi belə şəraitə gətdiniz, çıxartdınız, hamı. Xatırladaq ki, köç karvanı bugün səhər saatlarında Tərtər rayonundan yola düşüb. Qeyd edək ki, Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə, 591 nəfər siyahıya alınıb. Köç prosesi mərhələli şəkildə davam edəcək.